ayı balası yağlı iri bir pendir tapır. Amma onu heç cürə bölə bilmirlər. Qorxurlar ki, birinə az, o birinə çox düşər. Yaxınlıqdan bir tülkü keçirdi. Onlara yaxınlaşıb deyir: "Niyə savaşırsınız? Verin mən bölüm." Onlar pendiri tülküyə verirlər. Tülkü pendiri bərabər olmayan iki hissəyə bölür. Biri o birindən böyükdür. Dayanın, bu saat beraberleştireceğiz. Tülkü onları sakitləşdirir. O, böyük hissədən bir parça dişləyib yeyir. Ancaq bu dəfə həmin hissə o birindən kiçik olur. Tülkü pendir tikələrinə baxır, o yenə böyük pendir tikəsini dişləyir. Ayı balalar bu dəfə də narazı qalırlar. Tülkü hey dişləyir. Ayı balaları isə burunlarını gah bu, gah da o bir tikəyə çevirib narazılıq edirlər. Tülkü isə pendirdən doyunca yeyir. Axırda iki balaca tikə qalır. Tülkü bu tikələri ayı balalarına verib deyir: Alın, yiyin balalar. Az da olsa əsas odur ki, hissələr bərabərdir. Tülkü quyruğunu qaldırıb öz yolu ilə gedir. Ayı balalar isə tikələrə baxa qalır. Atalar düz deyib, tamahkarı yalançı aldadar. Nağılımız burada sona yetdi. Yeni videolar üçün kanala abunə olmağı unutmayın. Hələlik dostlar. Günlərin bir günündə sihirli bir meşədə cik-cirik sərçə, qaçağan siçan və yağlı qoğal şad-xürrəm yaşayırdılar. Cik-cirik mənəm, sərçəyəm və tarladan bura gəlmişəm. Qaçağan siçan mənəm. Mən pişikdən qaçıb gəlmişəm. Yağlı qoğal isə mənəm. Məni qarı nənə un və süd ilə yoğurub. Sonra da ondan qaçıb bura gəlmişəm. Onlar bir yerdə xoş ömür sürürdülər. Hər kəs öz işini görürdü. Sərçə zəmbillə yemək gətirirdi. Siçan odunları doğrayır, qoğal isə dadlı yeməklər hazırlayırdı. Yemək süfrəsində hər kəs özünü tərif edərdi. Bu sup çox dadlıdır. Yağı da yerində, dadı duzuna da söz ola bilməz. Mən yağlı qoğalam. Supu hazırlayarkən qazana bir dəfə kəllə vurub çıxıram və supun yağı hazırdır. Kürənin dadı çox gözəldir, dadına doymaq olmur. Odunları vaxtında kəsib dişlərimlə gəmirib, quyruğumla hamısını ocağa tullayıram. Yaxşı isti yemək hazırlamaq üçün ocağın böyük əhəmiyyəti var. Bütün yeməkləri axtarıb tapıb yığan da mənəm. Hər üçümüzə aferin. Beləcə onlar günlərini keçirirdilər. Günlərin birində sərçə öz-özünə deyinir: "Mən hər gün səhərdən çıxıram ki, yemək axtarım. Bir dəfə olsun evdə oturmaq, dincəlmək nədir bilməmişəm. Qoğal məsələn, hər gün dincəlir və axşama yaxın yemək hazırlamaq üçün durur. Sabah yer dəyişmək lazımdır." Bu nə işdir axı? Hər gün eyni şey, hər gün eyni şey. Nə qədər yemək bişirmək olar? Arada çölə çıxıb gəzmək istəyirəm. Bezmişəm evdən artıq. Sabah yer dəyişmə etmək lazımdır. Bu odunları nə qədər daşımaq olar? Bezmişəm. Sabah yer dəyişmə etmək lazımdır. Sabah yer dəyişmə etmək lazımdır. Səhərsi gün qoğal səbəti götürüb yemək dalınca çıxdı. Sərçə odun doğramaq, siçan isə yemək bişirməyə başladı. Qoğal yol gedə-gedə öz-özünə oxuyurdu. Undum qoğal olmuşam, süd ilə yovrulmuşam. Nənədən də qaçmışam, babadan da qaçmışam. Yolda ona tülkü rast gəldi. Qoğal, ay qoğal, sən hara gedirsən belə? Yemək axtarıram. Sən çox gözəl mahnı oxuyurdun bayaq. Bir də oxuya bilərsən? Undum qoğal olmuşam, süd ilə yovrulmuşam. Nənədən də qaçmışam, babadan da qaçmışam. Demək süd ilə yoğrulmusan. Çox dadlı olarsan o zaman. Aha, bəli. Un, süd və yağ qarışığı. Çox dadlı olarsan o zaman. Tülkü tullanıb qoğal dişlədi. Qoğal çətin vəziyyətə düşmüşdü. Ay, burax məni tülkü. Mən evə yemək aparmalıyam. Niyə buraxım ki? Un, süd, yağ qarışımı dadlı qoğal tapmışam. Səni yeyəcəm.
Qoğal çox çalışdı. Axırda bir hissəsi qoparaq tülkünün ağzında qaldı. Özü də qaçıb oradan uzaqlaşdı. Siçan isə evdə yemək hazırlayırdı, amma nəysə yeməyin dadı onun xoşuna gəlmirdi. Qoğal necə gedirdi ki, süb dadlansın, yadıma düşdü, qazına girib çıxırdı qoğal. Yəqin sir bundadır. Siçan tullanıb qazına girdi, amma su qədər qızmaydı ki, siçan tez tullandı geri. Ayaqları və quyruğu qaynar suda yanmışdı. Ağırdan yazıq siçan ağlamağa başladı. Çöldə sərçə odun doğrayırdı. Birdən baltanın sapı qırıldı. Sərçə geri qalan hissəni öz dimdiyi ilə edə bilər deyə düşündü. Odunu dimdiyi ilə deşmək istəyəndə dimdiyi əyildi. Ağrıdan sərçə göz yaşları tökməyə başladı. Qoğal qaçaraq gəlib evə çatanda baxdı ki, sərçə və siçan oturub ağlayır. Onlar qoğalın bir hissəsinin qopduğunu görüb daha da ağlamağa başladılar. Dostlar, ağlamayın. Biz öz işimizin ustalarıyıq. Ona görə də hər kəs bacardığı işi görəndə işimiz düz gedir. Ediləcək bir iş yox idi. Ona görə də hər kəs öz işinin başına qayıtmaq qərarına gəldi. Sərçə yemək tapırdı, siçan odun doğrayır, qoğal isə yemək bişirirdi. Onlar xoş və firavan yaşayır, dadlı təamlardan yeyir və bizə nağıla qulaq asdığınız üçün təşəkkür edirdilər. Hələlik dostlar, özünüzə yaxşı baxın, kanalımıza abunə olmağı unutmayın. Hələlik! Biri var idi, biri yox idi. 3 donuz balası var idi. Nif nif, nuf nuf, naf naf. Bütün yay boyu donuz balaları yaşıl otun üzərində uzanaraq günəşin istisində qızınırdılar. Ancaq payız gəldi. Günəş onsuz da isti değildi. Naf naf qardaşlarına dedi. Artıq qış haqqında düşünməyimizin vaxtı gəldi. Soyuq tuta bilərik. Bir ev tikək və qışda istidam altında birlikdə olaq. Amma qardaşlar tənbəllik edirdilər. Hava hər gün daha da soyuqlaşırdı. Ancaq nif nif və nuf nuf heç tələsmirdilər. Tələsmə, qışa hələ çox var. Biz hələ biraz gəzək, dincələk. Necə istəyirsiniz? Onda mən tək özümə ev tikərəm. Bugün yenə gəzək, sabah səhər işə başlayarıq deyə günləri keçirdilər. Bugün də dincələk. Lazım olanda mən özümə ev tikərəm. Bir gün səhər yolun kənarındakı böyük bir gölməçə nazik buz qatı ilə örtülməyə başladıqda tənbəl qardaşlar işə başladılar. Hava soyuqdur. Gizlənməyə yer olsa yaxşı olar. Gəl tez bazar özümüzə ev tikək. Sonra da oyuna davam. Nif nif heç kimlə məsləhətləşmədən samandan ev tikmək qərarına gəldi. Axşam saatlarında artıq onun daxması hazır idi. Nuf nuf da yaxınlıqda özünə ev tikirdi. Meşədə oxudular, oynadılar, qəhqəhə ilə güldülər və yatmış canavarı yuxudan oyatdılar. Birdən əsl canlı canavar gördülər. Nif nif və nuf nuf qorxudan əsməyə başladılar. Heç vaxt belə sürətli qaçmamışdılar. Nif nif öz samandan hazırladığı evinə, nuf nuf isə öz evinə qaçdı. Aç qapını, yoxsa üfürərəm. Evin başına uçar. Uf, mən açmıram qapını. Donuz balası qorxudan əsirdi. Canavar eləyən kimi samanlar göğüşdü. Donuz tez Nuf Nuf'un evinə qaçdı. Əlimə düşmüsüz. Açın qapını, yoxsa üfürərəm. Eviniz başınıza uçar. Açmırıq qapını. Açmırıq qapını. Nif Nif
və Nuf-Nuf çaşqınlıqla bir-birlərinə baxdılar. Canavar çox əsəbləşdi. Donuzlar dəhşət içində Naf-Nafın evinə qaçmağa başladılar. Naf-Naf, xilas elə. Canavar bizi yeyəcək. Naf-Naf qapını açıb qardaşlarını evə buraxdı. Ax, belə. Açın qapını. Yoxsa üfürərəm. Eviniz başınıza uçar. Səndən qorxmuruq canavar. Sən bizim evə girə bilməzsən. Naf-Naf qorxmurdu, çünki bilirdi ki, canavar daş evdən içəri girə bilməz. Başını yuxarı qaldıranda evin damında hava çəkən borunu gördü. Sevindi ki, oradan evə girəcək. Amma orada nə olduğunu bilmirdi. Canavar vəhşi bir nərilti ilə meşəyə qaçdı. Bir daha donuzları yaşadıkları evə yaxın gəlmədi. O gündən bəri 3 qardaş donuz balaları bir evdə xoşbəxt yaşamağa başladılar. Burada da nağılımız sona çatdı. Əziz uşaqlar, kanalımıza abunə olmağı unutmayın. Hələlik! Hər dərdə əlac. Dovşanlar kirpi evə qayıdırdı. Necə oldusa, dovşanın ayağı bir ağac parçasına ilişmişdi. Kirpi ağacı götürdü. O yan bu yanına baxıb çiyninə aldı. Dovşan dedi: "Ağacı niyə zəng edirsən? At getsin." Bu çox yaxşı ağacdır. Hər bir dərdə əlacdır. Dovşan güldü. Sən də söz tapdın. Dərdə əlaca bax. Onlar yollarına davam ettiler ve ensiz bir çayın sahiline çattılar. Kirpi qardaş, sənin işin çətin oldu. Çayı keçə bilməyəcəksən. Sən çox yaxşı ağacsan. Hər bir dərdə əlacsan. Ucunu yerə daya, keçir məni otaya. O ağacın ucunu yere dayayıp çayın o bir sahiline tullandı. Birden dostlar otların arasında bir kuş balası gördü. Kuşcuğaz yuvadan düşmüştü. Sən xeyirxah ağacsan. Hər bir dərdə əlacsan. Gəl şad edək ananı, qoy yuvaya balanı. Birazdan kuşcuğaz artık öz yuvasında idi. Dostlar keyfi kök yollarına devam ettiler. Birden kabaklarına bir tilki çıktı. Səninlə işim yoxdur. Dikanlısan. Dovşan isə lap yerinə düşdü. Dünəndən dilimə heç nə dəyməyib. Nyam nyam nyam. Sən çox qoçaq ağacsan. Hər bir dərdə əlacsan. Dovşana edək kömək, tülküyə vuraq kötək. Kirpi ağacı dovşana uzatıp dedi: Götür onu. Görəyin olur. Bəs sən, kirpi qardaş, ağac lazım deyil. Kirpi güldü. Dovşan qardaş, ağacı hər yerdə tapmaq olar. Əlacı isə bax buradadır. Ve eli ile başını gösterdi. Bir gün canavar aç-açına meşədə gəzirdi. Səhərdən heç nə yeməmişəm. Belə getsə acından lap öləcəm. Birdən səs eşitdi. Bir kəklik ağacın başında oxuyurdu.
Ay kəklik, sən ki belə gözəl quşsan, belə gözəl səsin var. Qorxmursan ki, bütün günü dincəlmədən oxusan səsin tutular? Sən niyə heç yatmırsan? Niyə yatmıram? Əlbəttə ki, yatıram. İndiki belədir. Bir mənə göstər görüm necə yatırsan. Kəklik yatmağını canavara göstərmək üçün gözlərini yumdu. Canavar cəld sıçrayıb onu tutdu. Kəklik gördü ki, canavar onu aldadırmış. Axmaqlıq edib onun hiləsinə inanıb. İndi onu yeyəcək. Ay canavar qardaş, sən ki belə zirək heyvansan və belə cəld şikar tutursan, heç şikarı yeyəndə Allaha şükür edirsən? İndi tutaq ki, sən məni yeyibsən. Bir Allaha şükür elə görüm, nə sayaq edirsən? Canavar ağzını açdı ki, şükür eləsin. Kəklik bu anda uçub qondu bir qayanın üstünə. Kəklik, sən ki mənim ağzımdan qurtuldun, get. Amma lənət olsun o adama ki, ovunu yeməmiş Allaha şükür edir. Yaxşı deyirsən canavar qardaş, o adama lənət gəlsin ki, yuxusu gəlməmiş gözlərini yumub yatmaq istəyə. Yaxın çəməndə bir leylək və tülkü yaşayırdı. Onlar qonşu olduqlarına görə dostluq etməyə çalışardılar. Günlərin bir gün tülkü qonşusu leyləyə yeməyə dəvət etmək qərarına gəldi. Salam ay leylək bacı, səni bugün qonaq çağırmaq istəyirəm. Gəl oturaq, söhbət edək, birlikdə duz çörək kəsək. Tülkü bacı, əlbəttə gələrəm. Qonaq çağırdığın üçün təşəkkür edirəm. Leylək bu dəvəti qəbul edir. Tülkü hazırlıqlarını görür və axşam leylək qapını döyüb içəri keçir. Leylək dayaz qabdan yeməyə çətinlik çəkir. Dimdik uzun olduğundan nə qədər çalışsa da yeməyi ağzına qoya bilmir. Tülkü iştahla dayaz qabından bütün yeməyi yeyib qurtarır. Nə olub, iştahın yoxdur deyəsən. Heç yeməyin dadına da baxmadın. Heyfdir, gərək onu da yeyim ki, xarab olmasın. Tülkü leyləyin qabağına qoyduğu yeməyi də götürüb yeyir. Bağışla leylək bacı, sənə verəcəyim başqa heç nəyim yoxdur. Aç deyiləm tülkü bacı. Çağırdığın üçün təşəkkür edirəm. Sabah da sən bizə qonaq gələrsən. Tülkü məmnuniyyətlə dəvəti qəbul edir. İçəri keçəndə yeməyin iştah gətirən iyini hiss edir və süfrə arxasında oturur. Amma bu dəfə leylək özünə uyğun qabda yemək qoymuşdu. Belə ki, boğazı çox dar olan uzun qablar leyləyin dimdiyi üçün çox uyğun idi. Tülkü yeməyi yeməkdə çətinlik çəkir və nə qədər çalışsa da burnunu boğazı dar olan qaba yerləşdirə bilmir. Nə olub? İştahın yoxdur deyəsən. Heç yeməyin dadına da baxmadın. Tülkü qəzəblənir və qapını çırparaq leyləyin evini tərk edir. O gündən sonra leyləklə tülkünün dostluğu sona çatır. Meşənin dərinliklərində bir balaca daxma var idi.
tənha və kimsəsiz. Yaxınlıqdan siçan keçirdi. Daxmada kimsə varmı? Səs gəlmədi. Siçan səsin gəlmədiyini görüb daxmaya girdi və orada yaşamağa başladı. Yaxınlıqdan qurbağa keçirdi. Daxmada kimsə varmı? Bəli, var. Mənəm, qaçağan siçan. Mənsə qurbağa. Olar mən də səninlə birlikdə daxmada yaşayım? Buyur, gəl, keç. Siçan və qurbağa birlikdə daxmada yaşamağa başladılar. Yaxınlıqdan dovşan keçirdi. Daxmada kimsə varmı? Bəli, var. Mənəm, qaçağan siçan. Mən qurbağa. Mənsə çəpgöz dovşan. Olar mən sizinlə birlikdə daxmada yaşayım? Buyur, gəl, keç. Siçan, qurbağa və dovşan birlikdə daxmada yaşamağa başladılar. Yaxınlıqdan tülkü keçirdi. Daxmada kimsə varmı? Bəli, var. Mənəm, qaçağan siçan. Mən qurbağa. Mən çəpgöz dovşan. Mənsə şələquyruq tülkü. Olar mən sizlə daxmada yaşayım? Buyur, gəl, keç. Siçan, qurbağa, dovşan və tülkü birlikdə daxmada yaşamağa başladılar. Yaxınlıqdan canavar keçirdi. Daxmada kimsə varmı? Bəli, var. Mənəm, qaçağan siçan. Mən qurbağa. Mən çəpgöz dovşan. Mən şələquyruq tülkü. Mənsə boz qulaq canavar. Olar mən də sizinlə daxmada yaşayım. Buyur, gəl, keç. Siçan, qurbağa, dovşan, tülkü və canavar birlikdə daxmada yaşamağa başladılar. Yaxınlıqdan ayı keçirdi. Daxmada kimsə varmı? Bəli, var. Mənəm, qaçağan siçan. Mən qurbağa. Mən çəpgöz dovşan. Mən şələquyruq tülkü. Mən boz qulaq canavar. Mənsə ayı, ballı dayı. Olar mən də sizinlə daxmada yaşayım. Buyur, gəl, keç. Ayı çox çalışdı, ancaq iri gövdəsi ona qapıdan keçməyə icazə vermədi. Yaxşısı budur mən sizin çardağa qalxım. Orada yaşayaram. Sən bizi əzərsən axı. Yo, əzmərəm. O zaman çıx yuxarı. Ayı daxmanın yuxarısına çıxmışdı ki, daxma ayının ağırlığını dözmədi və çökdü. Yazıq heyvanlar canlarını güc bəla ilə qurtara bildilər. Onlar sağ-salamat çıxa bilmişlər daxmanın içindən. Növbəti gün heyvanlar bir araya gəlib əvvəlkindən daha gözəl bir daxma tikdilər və daxmaya girib birlikdə mehribanca yaşamağa başladılar. Göydən 3 alma düşdü. Biri nağıl yazanın, biri nağıl hazırlayanın və biri də nağıl dinləyənin qismətinə. Biri var idi, biri yox idi. Meşəlik ərazidə bir qarı və qoca yaşayırdı. Onların uşaqları böyüyüb boya başa çatdıqdan sonra şəhərə köçmüşdülər. Günlərin bir günü qarı üzünü qocaya tutub deyir: Ay kişi, meşənin ortasında ikimiz təkcə qalmışıq. Uşaqlar da uzaqda qalıb. Görə bilmirik. Mən nəvə istəyirəm. Sən mənə meşədən odun gətir, onu bələyib oynadacağam. Xahiş edirəm, qəribə qarşılama istəyimi. Qoca biraz fikrə getdi. Qarı isə xahiş dolu baxışlarla ona baxırdı. Qoca qərara gəldi ki, meşəliyə gedib bir odun gətirsin. Qarı odunu bələyib hər gün beşikdə yerləyirdi. Xəyallarındakı nəvə yatdıqdan sonra özü də yatardı. Qoca isə təəccüblə qarıya baxır və heç nə demirdi. Bir gün səhər yuxudan oyanan qoca gözlərinə inanmadı. Odun uşağa çevrilmişdi və beşikdən onlara baxırdı. Qarı sevincindən qaçaraq uşağı qucaqladı. Bu gündən etibarən onlar hər gün uşağı yedizdirib, içizdirib, öz doğma nəvələri kimi bəsləyirdilər.
Uşağa Polad adını vermişdilər. Polad hər gün daha da böyüyürdü. Bir gün o babasına dedi: Baba, mənə qayıq düzəlt ki, balıq tutub sizə yemək gətirim. Babası uşağın xətrinə dəyməyərək ona qayıq düzəldir. Polad qayığa minir və balıq ovuna gedir. Bir-iki o balıq ovladıktan sonra nənəsi sahilə çıxıb onu səsləyir. Nənəsi Polada yemək verərək deyir: Bax ay bala, mənim səsimi eşidəndə gəl sahilə. Amma tanımadığın bir səs eşidirsənsə, quruya çıxma ha. Polad nənəsi ilə sağollaşıb yenə çıxdı çaya balıq tutmağa. Bir müddət sonra nənə yenə çağırmağa başladı. Polad, ay Polad, gəl sahilə, yemək hazırlamışam sənə. Bu mənim nənəmdir. Dadlı yeməklər bişirib mənə. Gedim evimə. Polad nənəsinin səsini eşidib sahilə doğru qayığı yönləndirdi. Gəldi, oturub yaxşıca yedi, içdi və yenidən yola düzəldi. Hiləgər ilan kənardan Polad ilə nənəsini seyr edirdi. O, Poladı görəndə onu tutub yemək istədi. Ona görə də plan qurdu. O ağacın arxasına dayanıb Poladı çağırmağa başladı. Polad, ay Polad, gəl sahilə, yemək hazırlamışam sənə. Get buradan. Sən mənim nənəm deyilsən. Yaxşısı budur buradan uzaqlaşım. Bunu deyib Polad oradan qayığı ilə digər səmtə üzdü. İlan buna əsəbləşdi və oradan uzaqlaşdı. Birazdan nənəsi Poladı çağırdı. Polad, ay Polad, gəl sahilə, yemək hazırlamışam sənə. Bu mənim nənəmdir. Dadlı yeməklər bişirib mənə. Gedim evimə. Polad qayığı ilə sahilə gəldi çıxdı. Nənəsi dadlı təamlardan, ləzzətli içəcəklərdən verdi və Polad doyunca yedi. Bir müddət sonra yenidən qayığa minib çayda üzməyə başladı. Polad, ay Polad, gəl sahilə, yemək hazırlamışam sənə. Polad yenə onun səsini aldanmadı və oradan uzaqlaşdı. Get buradan. Sən mənim nənəm deyilsən. Yaxşısı budur buradan uzaqlaşım. Bunu görən ilan dəmirçinin yanına getdi. Dəmirçi, ay dəmirçi, mənim səsimi incəldib Poladın nənəsinin səsinə oxşada bilərsənmi? Sənə qızıl verərəm. Dəmirçi də səsini incəldən ilan qayıdıb yenə Poladı çağırmağa başladı. Polad, ay Polad, gəl sahilə, yemək hazırlamışam sənə. Yəqin nənəm yaxına gəlib ki, çox uzağa üzməyin. İlan onu arxadan yaxınlaşıb cəld onu tutdu və evinə apardı. Aç qapını Olenka, evə yemək gətirmişəm. Olenka onun balaca qızının adı idi. Olenka, bu oğlanı götür və beşdə qızart. Mən qonaqları çağırıb gəlirəm. Dadlı bir qonaqlıq edək. İlan Poladı Olenka ilə tək qoyub yola çıxdı. Olenka peçi qızdırdı. Sonra isə Polada yaxınlaşıb dedi: Gəl bu taxta kürəyə uzan. Mən bilmirəm axı necə uzanım. Səni qızartmalıyam. Polad bir qolunu kürəyin üzərinə qoydu. Necə? Yox, elə yox. Bu formada olsa bəs eləyər? Sən tamamilə kürəyin üzərində olmalısan. Onda ayağımı da əlavə edim. Polad bir ayağını da kürəyə uzatdı. Yox, belə olmaz. Yaxşı, sən göstər baxım. Düz necə olur ki? Olenka kürəyi Polada verdi. Özü də yuvarlanıb kürəyin üzərinə uzandı. Bunu görən Polad cəld Olenkanın peçin içine atdı. Qapağını da bağladı. Evdən çıxıb hündür ağacın başında gizləndi.
Polad o qədər hündürə çıxmışdı ki, sonra necə düşəcəyini də bilmirdi. Hələ ki ilandan gizlənmək vacib idi. Bir müddət sonra ilan öz dostlarını da yığıb qonaqlığa gəldilər. Lakin onlar evə girib heç kəsi tapmadılar. Qəzəbli şəkildə çıxıb ətrafa boylananda Poladın ağacda gizləndiyini gördülər. Hamısı yığılıb iti dişlərlə ağacı gəmirməyə çalışırdılar. Amma ağac çox möhkəm idi. Bu zaman ilan yenə dəmirçinin yanına getməyə qərar aldı. Ağac çox hündür idi. Polada kömək edən olmasa, oradan çətin aşağı düşə bilərdi. İlan öz dostlarını götürüb dəmirçinin yanına getdi. Dəmirçi, bizə dəmir dişlər ver. Ağacı kəsməyimiz lazımdır. Sənə qızıl verəcəm. Dəmirçidən taxma dişlər alıb qayıtdılar ağacın altına və yenə ağacı dişləməyə davam etdilər. Polad isə yuxarıdan onlara baxırdı. Birdən ağacın üzərinə uçan quşları görən Polad səsləndi. Ey gözəl quşlar, məni xilas edin. İcazə verin sizinlə uçum. Nənəmə götürün məni. Sizə yemək, içmək verərəm. Arxada qalana de səni götürsün. Bunu deyən quşlar oradan uzaqlaşdılar. Başqa bir qrup quşun ona yaxınlaşdığını görən Polad yenə dilləndi. Ey gözəl quşlar, məni xilas edin. İcazə verin sizinlə uçum. Nənəmə götürün məni. Sizə yemək, içmək verərəm. Arxada qalana de səni götürsün. Ey gözəl quşlar, məni xilas edin. İcazə verin sizinlə uçum. Nənəmə götürün məni. Sizə yemək, içmək verərəm. Arxada qalana de səni götürsün. Sonunda tək uçan axırıncı durna oradan keçərkən Polad yenə çağırdı. Ey gözəl quş, məni xilas edin. Nənəmə götürün, yemək, içmək verərəm. Məni xilas edin. Quş ağaca qondu və Polad cəld ondan yapışdı. Durna onu görüb havaya qalxdı. Polad ağır idi. Buna görə də tam göyə qalxa bilmirdi. Amma ilan nə qədər arxasınca qaçsa da Poladı tuta bilmədi. Polad biraz uçduqdan sonra gəlib evinə çatdı. Onu gətirən durna məhəllədə olan dadlı otlardan yeyib gücünü toparladı. Polad isə qapının ağzında oturaraq nənəsini izləyirdi. Nənə gözəl kökələr bişirmişdi. Biri sənə, biri mənə. Biri də Polada. Deyə Polad çöldən çığırdı. Nənə pəncərədən baxıb nəvəsini gördü və sevindi. Polad içəri daxil olub dadlı kökədən yeməyə başladı. Onu gətirən durna isə məhəllədə doyunca yeyib içdikdən sonra Polad gillə sağollaşıb yoluna davam etdi. Göydən 3 alma düşdü. Biri nağıl söyləyənin, biri Poladın, biri də dağlı dinləyənin qisməti. Yeni nağıllarda görüşək dostlar. Hələlik! Biri var idi, biri yox idi. Bir qarı, onun nəvəsi, çilli toyuq və qacağan sıçan var idi. Hər gün onlar bir yerdə su dalınca gedərdilər. Nənənin vedrəsi böyük vedrə idi. Nəvə orta böyüklükdə vedrə götürərdi. Toyuq balaca vedranı, sıçan isə balaca bir barmaq böyüklüyündə olan vedrəni götürərdi. Nənə suyu quyudan, nəvə çəlləkdən, toyuq gölməçədən, sıçan isə donuz ayağının izindən qalan suyu götürərdi. Onlar hər dəfə geri qaydanda alma ağacın yanından keçirdilər.
Ağacın altında dovşan yemək yeyirdi. Birdən güclü külək əsdi və almalardan biri ağacdan qoparaq düz dovşanın başına düşdü. Dovşan qorxaraq tullandı və əllərində su ilə gələn nənə gili yıxıb qaçdı. Nənə və onun dəstəsi qorxaraq evə qaçdılar. Nənə nəvəsinin yanında oturdu. Toyuq uçaraq sobaya qondu. Siçan isə sobanın altında gizləndi. Nənə dilləndi. Ay az qala məni tapdalamışdı. Nəvə dilləndi. Ay nənə, canavar var idi. Çox qorxunc idi. Az qalırdı məni yesin. Tülkü mənə yaxınlaşmışdı. Az qalsın dişləsin məni. Yekətli pişik var idi. Çox qorxdum, çox. Dovşan isə meşəlikdə gizlənib öz-özünə düşünürdü. Vay başıma gələnlər. Ovçular və itlər az qaldı məni tutsunlar. Sayıları da çox idi, şükür. Qaçıb qurtardım onların əlindən. Nənə və dəstəsi qorxa-qorxa vedrənin qoyduqları yerə gəldikdə balaca dovşanı gördülər. Atalar düz deyib, qorxunun gözü böyük olar və qorxan adamın gözünə çox şey görünər. Əgər qorxularımıza qalib gəlməyi bacarsaq, onların əslində xəyalımızdan başqa heç nə olmadığını görə bilərik. Nağılımız bu qədər dostlar, hələlik.